Salam əziz tələbələr, indi isə mətnin məntiqi təhlilinə aid olan belə test tapşırığı ilə qarşınızdayıq. Gəlin izaha baxaq. Deməli, məsələdə bizə nə deyir? 5 nəfər veribdir. Anar, Kamal, Rasim, Samir, Elnur. Bunlar müxtəlif peşə sahibləridir və eyni zamanda bir maşının içərisində yol gedirlər. Və verilmiş şərtlərə uyğun olaraq bütün qaydalara əməl edərək Elnur hansı peşənin sahibidir? Biz bu hissəni tapmalıyıq. Gəlin görək necə başlayırıq. İlk növbədə mən düşünürəm ki, bunu cədvəl formasında qursam işim daha rahat olar. Yəni burada gördüyünüz kimi 5 nəfərin adı çəkilib və onların peşələri verilibdir. Alman dili müəllimi, karateci, rəqqas, proqramçı və basketbolçu. Mən bunu cədvəl üzərində həll etmək istəyirəm. Bunun üçün bir cədvəl hazırlayıram. Gördüyünüz kimi artıq cədvəl hazırdır və eyni zamanda burada maşının sükanın arxasında gedirlər deyə özüm üçün maşında necə əyləşirlər? 2 nəfər qabaqda oturur, 3 nəfər də arxada oturur. Bunun üçün də belə bir forma çəkirəm ki, yəni güya maşındır. Bax, təsəvvür edin ki, bir maşının içərisində bunlar irəliləyirlər. Gəlin indi şərtləri oxumağa başlayaq. Dedi ki, 5 nəfərin 5 peşəsi var, yazmışdı, yəqin ki oxumusunuz. Maşının sükanının arxasında Alman dili müəllimi. Deməli, maşındırsa əgər, maşının sükanının arxasına yazıram, bax, bura Alman dili müəllimi. Bunu yazdıq. Düşünün ki, Alman dili müəllimi maşın sürür. Qabaqda onun yanında isə Kamal oturmuşdu. Baxın, Kamal isə onun yanında oturmuşdu. Artıq bu cümlə ilə bizə nə demək istəyir? Eyni cümlədə 2 parametr verilibsə, onun biri digəri deyil. Həmişə bunu yadınıza saxlayın. Baxın, həm Alman dili müəllimi dedi, həm də dedi onun yanında Kamal əyləşib. Deməli, Kamal Alman dili müəllimi deyil. Cədvəldə gördüyünüz kimi yuxarı hissədə insanların adlarıdır, solda isə onların peşəsidir və Alman dili müəllimi Kamal olmadığı üçün Alman dili müəllimi ilə Kamalın kəsişməsində çıxaq işarəsini qoyduq. Samir arxada Rasim ilə basketbolçunun arasında oturmuşdu. Deməli dedi ki, Samir arxada ortada əyləşibdi, Rasimlə basketbolçunun arasında əyləşmişdi. Artıq biz buradan nəyi başa düşdük? Rasim də basketbolçu ola bilməz, çünki eyni cümlədə bir neçə parametr var. Samir də basketbolçu ola bilməz. Həm də biz gördük ki, Rasim və Samir maşının arxa hissəsində əyləşiblərsə, Alman dili müəllimi də qarşıda sükanın arxasındadırsa, deməli həmin bizim o Rasimlə Samir həm də Alman dili müəllimi ola bilməz. Eyni zamanda Kamal qarşı hissədə əyləşmişdirsə və basketbolçu da arxada əyləşibsə, deməli Kamal basketbolçu ola bilməz. Treləri, çıxaqları düzdük. Karateci Samirlə qonşuluqda yaşayır. Yəni nə demək istədi? Samir karateci deyil. Çıxağımızı qoyduq. Elnur basketbolçunu uşaqlıqdan tanıyır. Yəni onu demək istəyir ki, Elnur basketbolçu deyil. Artıq basketbolçunun kim olduğu məlum oldu, amma şərtimizi biraz davam edək. Samir və Kamal